Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daim olaraq qarşı tərəfdən mənfəət güdüb, amma özü heç zaman zəhv etməyən insanlar. Deməli, hər kəs çox yaxşı bilir ki, bəzi insanlar, deyək, hətta dırnaq içərisində, qarşı tərəfdən istifadə etdikdən sonra müəyyən mərhələdə hiss olunur ki, soyuqluq yaranır və daha işi bitdi və uzaqlaşma prosesinə gəldi çatdı. Və bu da ondan qaynaqlanır ki, adətən insanlar bir-birlərinə 30 və 40% ehtimalla deməli, maddi ehtiyatdan, daha çox maddi vəsaitdən istifadə edib kənarlaşırlar. Təbii ki, mənfəət nədən istifadə edəcək? Uzaqbaşı sevgi ola bilər və yaxud son nəticə olaraq hər hansı bir xoş xarakterindən, xoş niyyətindən və ya danışanda o insandan rahatlaşır, istifadə edib uzaqlaşa bilər. Bu kimi hallar da yaşana bilər. Amma bir şeyi unutmayın ki, hər şeyin bir vaxtı zamanı var. Yəni, müəyyən etapdan sonra artıq hiss edirsiniz ki, bu insan o insan deyil. Niyə? Çünki mənfəətin bitməsinə və ya maddiyyatın və mənəvi tərəfdən istifadə olunmuş həddin son nəticəsinə gəlməsini özünü göstərir. Və ilk öncə bu halları aradan qaldırmaq üçün və bu kimi hallarla üzləşməmək üçün mütləq şəkildə insanı birinci tanımamışdan qabaq yoxlamaq ən bariz nümunədir. Məsələn, sən həmin insandan müəyyən maddi ehtiyatda borc götürə bilərsən və yaxud borcdan da əlavə tutaq ki, bir sir deyə bilərsən. O sirri sən növbəti bir adamdan eşitdikdə, yaxud borc deyək, verib həmin gündən qabaq qarşı tərəfə gəlib səni sıxışdıraraq sətr altı sublimal mesajlar verirsə, sən bil ki, bu artıq o insan deyil. Və nəticədə müəyyən maddi ehtiyatı, tutaq ki, borc kimi düşünün, götürdükdən sonra o insan anidən ortadan itəcək. Niyə? Çünki bura qədər o şeyə görə, loru dillə desək, düşlərin bir sözü sənə qatlanırdı. Yəni, Azərbaycan dilində isə bunun ümumi hərfi mənası, yəni bura qədər dözür, amma artıq dözməyəcək. Çünki istədiyini aldı və daha sənin ona lazımsızsan, daha sən heç nəsən. Və bu kimi səbəblərdə adətən insanların xoş niyyətindən qaynaqlanır və xoş öz göstərirsən, görürsən, yox, bu insan o deyil. Və nəticədə soyuqluqlar ardınca bir-birini özünü əks etdirir. Və hər zaman bu kimi hallara diqqətli olmaq lazımdır ki, qarşı tərəf nə səndən istifadə edə bilməsin, nə də istifadə etdikdən sonra ortada bir qalmış istifadə olunmuş şəxs kimi və ya hər hansı lazımsız bir şəxs kimi ortada qalmayasan deyənə. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazа bilərsiniz və ya fikriniz olduğu təqdirdə bölüşə bilərsiniz, qeyd edə bilərsiniz.